Salam, xoş gördük hər birinizi. Bugün buraxılış imtahanından Azərbaycan dili fənni üzrə deməli qrammatikanın və mətnlərin izahlarına baxacağıq. Demək, suallara baxırıq. Qrammatika sualları çox da asan suallar deyillər, biraz çətin suallardır. Yəni vaxt aparan. Ədat işlənmiş cümlələri müəyyən edin. Qoysan həyatdan bir zövq alsın. Ədat burada var. Demək, biri birdir. Cəsarət də, sədaqət də bunda da iştirak bağlayıcıdır. Bu yox. Bu həkim həftənin tək günləri. Hansı günləri? Tək günləri. Burada ədat deyil. Bu da olmaz. Bu işi ki, sənə tapşırıblar. Ki ədatdır. Biri budur. O heç vaxt artıq söz danışmayıb. Artıq söz burada ədat yoxdur. Bəli, təsdiq ədatı. Biri də bu. Demək 1, 4, 6 A variantı düzgün cavabımız oldu. Aşağıdakı hansı nümunədə ismin müxtəlif hallarında olan əvəzliklər həm də ismi əvəz etmişdir. Dedi, inanmaram qüdrətinə mən, onun dırnağını onun. Mən kim, onun kim. Kimin. Demək ki, isim əvəz eləyib, ismin fəxri hallarındadır. Biri oldu 1. Bu qoca dünyanın şahidiyəm mən, kölgəsində dincəlir, hər gəlib gedən. Deməli, burada hamısı eyni haldadır. 2 olmaz. 2 olan cavabları hətta silərik indidən. 3-də deyir ki, tələb etdi ki, onu həmin kəndə göndərsin. Onu burada bir dənədir, 2 dənə deyil. 3 olanları da silərik cavabdan. 4-də deyir ki, indi Ziba hər axşam onun yanına gedir, ona onun, kimin, ona, kimi. Hər ikisi ismi də əvəz eləyib. Deməli, 1, 4. Təkcə mən deyiləm. Mən, Hüsnünə mail, Qarabağ sənə. Mən kim, sənə, kimə. Biri də 5. Azərbaycan övladı sənindir. Bu məmləkət. Sənindir. Bu məmləkət. Hansı məmləkət? İsim əvəz eləməyib. 6-da getdi. Düzgün cavabımız 1, 4, 5 B variantı. Sonra deməli, baxırıq 33-cü suala. Təzə açılmış çiçəkləri görəndə cümləsində həmcins zaman zərfləri nə ilə ifadə olunur? Təzə açılmış çiçəkləri görəndə nə vaxt? Təzə açılmış çiçəkləri gör, əndə, anda, əndə fe'li bağlama tərkibi vaxt itirmədən. C variantı. Hansı cərgədəki hər iki sözdə eyni hərf buraxılmışdır? Deməli, burada detektiv, bir də istirahət. Düzgün cavab C variantı. Uyğunluğu müəyyən edin. Baş üzləri feillə ifadə olunan cümlədir. Baş üzləri feillə. Deməli, adı yazıb ki, işləyən həmişə lazımca mükafatlandırılır. Mükafatlandırılır kim? İşləyən. Mükafatlandırılır feildir, işləyən feildir. Deməli, 1-ə yazarıq A. B-yə baxaq. Qəlbində anlaşır. Deməli, baş üzləri söz birləşməsi ilə ifadə olunan cümlədir. Baş üzləri yalnız birinin iştirak etdiyi cümlə. Qəlbində anlaşılmaq hisslər olan Surxay yarımçıq qalmış sinfoniyasını davam etdirir. Nə edir? Davam etdirir. Kim? Surxay. Baş üzlərin biri feillə, biri isimlə ifadə olunub. Söz birləşməsi. Deməli, B-yə baxırıq. B heç birinə aid olmur. Elə bir cavab yoxdur. B geçsin. Cavabda B olan cavabları hətta silə bilərik burada. Deməli, burada da B var, burada cavab çıxdı. Amma davamına da baxaq. Demək, onda 2 var C. Bədən dili davranışla ifadə olunan ünsiyyət növüdür. Ünsiyyət növüdür. Söz birləşməsi, bədən dili, söz birləşməsi. 2-yə oldu C. 3-də olur D. Hamının sevindiyi qorğan asılı gün idi. Şəxsiz cümlədə mübtədası yoxdur. Deməli, bir bu oldu D. Bir də başqasına aid olan şey qarışmazlar. Kim? Onlar qeyri-müəyyən şəxsiz cümlədə yenə mübtədası yoxdur. Bu da E. Düzgün cavab C variantı. 36-da deyir ki, çobanın könlü olsa təkidən pendir tutar. Sasə işlənibsə bura budaq cümlədir, bura baş cümlədir. Deməli, baş cümlə müəyyən şəxsi sadə cümlədən ibarətdir. Təkidən pendir tutar. Kim? O. Bəli, düzdür. Hər iki cümlə fe'li xəbərlərdir. Olsa nə etsə tutar. Düzdür. Baş cümlənin xəbəri fe'lin gələcək zamanındadır. Tut, ar, ər. Bu da düzdür. Bu unsur da düzdür. Budaq cümlə, baş cümləyə bağlayıcı sözlə və sasə ilə. Deməli, olsa, sasə ilə bağlanır, amma bağlayıcı söz öz funksiyasını itirmiş sual əvəzlikləri də o yoxdur. Ona görə də E variantı düzgün cavabdır. Yəni, səhv budur. Sonra 37-ci sualda deyir ki, nümunələr əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Axırda bu işdən əli üzüldü və soyuqdan donaraq çay sahilinə endi. Demək, uyğun fikirlər soruşur. Bu hadisədən sonra polis idarəsinə getdi, itən əşyaların siyahısını verdi. Deməli, burada nümunələrdən yalnız birinə aiddir. Birinə aiddir. Zaman zərfinə aid söz işlənmişdir. Axırda bu hadisədən sonra polis idarəsinə getdi. Hadisədən, dandan sonra yazıbsa bu qoşmadır. Polis idarəsinə getdi, itən əşyaların siyahısını verdi. Burada yoxdur, amma axırda burada var. Deməli, biri təkcə birinə aiddir. Biri düz götürərik. 2-də deyir ki, ara söz işlənmişdir. Bundan heç birində ara söz görmədik. 2 gedər. 2 gedirsə bu variant gedər. Bu variant gedər. 3-də deyir ki,
Fe'li bağlama tərkibi işlənmişdir. Axırda bu işdən əli üzüldü və soyuqdan donaraq çay sahilinə idi. Necə? Soyuqdan donaraq burada var. Bu hadisədən sonra polis idarəsinə getdi, ihtən əşyaların siyahısını verdi. Birində var, birində yoxdur. Deməli, 3də doğrudur. 4-də deyir nümunələrdən hər ikisinə aiddir. Zərflik və xəbərdən ibarət sadə cümlədir. Zərflik və xəbərdən, məsələn, deyir, axırda bu işdən əli üzüldü. Nədən? İşdən. Burada tamamlıq var. Bu ikisinə aid ola bilməz. 4 olan cavabı da sildik. Artıq cavabımız çıxdı. 5-də deyir, təsdiqlənən fe'llər keçmiş zamandadır. Deməli, axırda bu işdən əli üzüldü. Çay sahilinə endi. Bu hadisədən sonra polis idarəsinə getdi, ihtən siyahısını verdi. Bəli, 5 düzdür. 6 ismi birləşmə tamamlığın ifadə vasitəsidir. Axırda bu işdən əli üzüldü. Bu iş ismi birləşmədir, bu parçalanır. Soyuqdan donaraq çay sahilinə haraya? Bu da zərflikdir, nəsə deməli səhvdir. Demək oldu nə? 1, 3, 5 D variantı. 38-də deyir, nümunəyə əsasən doğru fikirlər müəyyən edir. Müasir Azərbaycan musiqisinin banisi. Deməli, professional musiqi Üzeyir Hacıbəyov, Hacıbəyli ixtisasda müəllim olmuş, ömrünün 40 ildən artıq bir dövrünü müəllimlik peşəsinə sərf etmiş, xalqının maarifləndirilməsi və inkişafı üçün çox faydalı işlər görmüşdür. İlk sözün həm sinonim, həm də antonimi var. Müasir. Müasir belə deyək də, qədim, müasir bir də yeni bu mənada işlənirsə, deməli, 1 doğrudur. 2-də deyir ki, tünd qara hərflərlə yazmış və də mürəkkəb fe'ldir, sərf etmişdir. Bu da doğrudur. 3-də deyir, sifətin çoxlama dərəcəsində 2 söz var. Mən burada birini gördüm. Hansıydı o? İlk sözün çox faydalı bir də nədir? Başqası yoxdur. Peşəkar sözünün sinonimi işlənmişdir. Peşəkar deməli hardaydı o? Deməli professional. Bu da doğrudur. Bani bir şeyin əsasını qoyan doğrudur, amma təqlid edən təqlid yamsılamaqdır. Bunun aidiyyatı yoxdur. 1, 2, 4 düzgün cavab D variantı. 39-da deyir ki, nə deyir 39-da baxaq deyək. Deyir ki, gizlədim, bir də düşünək fe'llər. Gizlədim, bir mən gizlədim, mən gizlədim. Gizlətmək burada var. Bir də im şəxs onluğu. Bir də gizlədi, keçmiş zaman mı şəxs onluğu. Ona görə biri deməli düzgün götürə bilmərik. Niyə düzgün götürə bilmərik? Elə bizdən yanlışı soruşur da. Çünki burada leksik də ola bilir. Elə biri 1 olar. Kök və başlanğıc forması fərqli nitq hissəsinə aiddir. Bu hər bir halda gizləmək, gizlətmək, necə eləyirsən elə hamısında fe'ldir. Deməli mütləq səhvin biri də 2-dir. 3-də deyir ki, yalnız sadə fe'l kimi düşünmək olur. Yalnız sadə fe'l kimi. Burada leksik şəkilsi düşünür, amma düşünəkdə heç cürə leksik düşünə bilmərik. 3 doğrudur, ona görə bunu götürə bilmərik. Hətta 3 olan cavabları rahatlıqla silə bilərik. 1, 2 də varsa yaxşı. Düşüncə sözü ilə eyni köklüdür. Düşünək sadədir. Düşüncə düzəltmədir. Sadə və düzəltmə söz eyni köklü ola bilməz. Bu yanlışdır. Bizə də yanlışlar lazımdır. 1, 2, 4. Düzgün cavabımız A variantı. Özündən gücsüzə qəzəblənməklə öz gücsüzlüyünü göstərirsən cümləsi ilə bağlı yanlış fikri müəyyən edin. Deməli, nə edirsən? Göstərirsən. Kim? Sən. Yaxşı, baxaq. Təsviflənməyən fe'l tərkib əmələ gətirmişdir. Özündən gücsüzə qəzəblənməklə. Makmək, öz gücsüzlüyünü qəzəblənməklə. Yanlış fikirdir deyir də. Təsviflənməyən fe'l tərkib əmələ özündən gücsüzə qəzəblənməklə. Doğrudur bu, getdi. 3 cümlə üzvü işlənmişdi. Göstərirsən, nəyi? Öz gücsüzlüyünü. Nə vaxt? Özündən güclüyə qəzəblənməklə. 3 dənədir. Bu da doğrudur. Məqsəd və intonasiya cümlənin 3 növündə işlətmək mümkündür. Məqsəd və intonasiyaya görə cümlənin 3 növün. Bunlara nəyə baxırıq ki, adam düz yazıb da. Şəxsiz sadə cümlədir. Şəxsiz deyil axı bu. Göstərirsən kimsən? E variantı ilə səhv cavabdır. Ona görə də budur. Yəni qrammatika bu qədər. Keçək mətnə.